Azərbaycan xalqı sübut etdi ki, vətən sevgisi heç vaxt ölmür və torpaq həsrəti gec-tez yerini qürura və zəfərə verir. Bir qərinəli ayrılıqdan sonra azad ərazilərə qayıdış prosesi bunu özündə təcəssüm etdirir. Bugün daha bir köç karvanı paytaxtdan Ağdam şəhərinə yola salındı. Uzun illərin niskili yerini sevincə və gələcəyə dair yeni planlara verir. Səhər saatlarında paytaxtın çıxış nöqtələrindən birində hərəkətlilik başlayır. Dan yeri ağarmamış sakinlər yola salma məntəqəsinə toplaşmaq üçün son hazırlıqlarını görürlər. Əşyalar yığılır, nəqliyyat vasitələri hazır vəziyyətdə gözləyir. Onların köçkünlük həyatları bu səfərlə də başa çatır. Bir qərinəli məhrumiyyətdən sonra ailələr müvəqqəti yox, əzəli, əbədi evlərinə, doğma Ağdama doğru yol alırlar. İndi sakinlər üçün ən ağır yük təkcə xatirələrdir. Bu avtobus sadəcə bir şəhərdən digərinə gedən nəqliyyat vasitəsi deyil. Burada gedən insanlar illərdir yarımçıq qalan arzularını tamamlamağa gedirlər. Onlar üçün bu yol sadəcə məsafə ilə ölçülmür. Bu yol ayrılıqdan qaydışa gedən bir yoldur. Bu yolun içində həm də zaman var. İllər ərzində ayrılığı görüb, geri qayıda bilməyənlər də oldu, torpağa ilk dəfə qədəm qoyanlar da. Bu, nəsillər arasında ötürülən bir həsrətin tamamlanmasıdır. 4 nəfər çıxmışdıq, 11 nəfər qayıdırıq. Nəvələr gedir, hamısı. Ağdamlar üçün yeni tarix bugün əks istiqamətdə yazılır. Onlar bir-biri ilə sağollaşır, bəziləri isə sevinç gözyaşlarını gizlədə bilmir. Qayıdıram öz vətənimə, öz yurduma. 34 yaşında çıxmışdım, indi 68 yaşım var. Belə Qarabağa gedim, balalarımı, nəvələrimi orada yaxşı belə ruhda böyüdüm. Ondan sonra vətənə layiqli övladlar olsun. 8 yaşım vardı, 13 yaşıma çıxmışam. 30 yaşımda gedirəm də torpağıma, öz torpağı elimə olmamı. Günə göz hamı yesin də torpağına, biz də sinon qarşımda. Firavanlıq olsun, yaxşı olaq. Bütün qaçqınlara qismət olsun bugün. Sevinclə gedirəm. Sevincimin hədudunu yoxdur. Neçə ildir torpaq həsrətindəyik. Bu yaşımda məni ona qismət elədi, gedim torpağımı görüm, vətənimi görüm. Ondan sonra nə olursa olsun qızım. Böyük qayıdış çərçivəsində bu mərhələdə Ağdam şəhərinə 92 ailə, daha dəqiq desək 332 nəfər köçürülür. Ağdamda sakinlərini qarşılamağa hazırdır. Yurt yenidən nəfəs alır, canlanır. Bu torpaqda artıq sülh, həyat və gələcək var. Azərbaycan xalqı sübut etdi ki, vətən sevgisi heç vaxt ölmür və torpaq həsrəti gec-tez yerini qürura və zəfərə verir. Ağdam kimi işğaldan azad edilən digər ərazilər də artıq keçmiş deyil, gələcəkdir. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidmət vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.